ABŞ prezidenti Donald Trump İsrail və İran arasında elan olunan atəşkəsin pozulmasından sonra hər iki tərəfi günahlandırıb. Jurnalistlərə açıqlamasında Trump bildirib ki, əmin deyiləm ki, bunu qəsdən etdilər. Sadəcə insanları nəzarətdə saxlaya bilmədilər. O xüsusilə İsraildən narazı qaldığını qeyd edərək deyib ki, heç vaxt görmədiyim qədər bomba atdılar. Mən deyirəmsə ki, 12 saatınız var, ilk saatda gedib əlinizdə nə varsa bunu atmazsınız. Trump fikirlərini belə tamamlayıb. Əsasən bir-biri ilə o qədər uzun və amansız mübarizə aparan iki ölkə var ki, artıq nə lənət etdiklərini belə bilmirlər. Atəşkəsin pozulmasından bir neçə saat sonra İsrail İranın raket hücumu həyata keçirdiyini iddia etsə də, Tehran bunu təkzib edib. Ardınca İsrail səhər saatlarına qədər İrana raket zərbələri endirib. Trump bu gərginliyin pik həddə çatdığı vaxtda İsrailin baş naziri Benjamin Netanyahu ilə telefon danışığından sonra sosial mediada paylaşım edərək bildirib. İsrail İrana hücum etməyəcək. Bütün təyyarələr geri dönəcək və evə qayıdacaq. Bu zaman İrana dostcasına təyyarə dalğası göndərəcəklər. Heç kimə zərər dəyməyəcək, atəşkəs qüvvədədir. Trump paylaşımında tərəfləri təmkinli olmağa çağırıb və atəşkəsin qorunmasının vacibliyini vurğulayıb.